Salam, hər vaxtınız xeyir. Bu gün sizlə birlikdə adlıq cümlələrə və söz cümlələrə aid testlərin izahına baxacağıq. Gəlin, ümumiyyətlə adlıq cümlə nədir, söz cümlə nədir, bunu yada salaq. Adlıq cümlə xəbəri olmayan cümlədir. Yəni bu cümlələrdə sadəcə hər hansı bir hadisənin adı çəkilir. Burada xəbər olmur. Təbii ki, xəbərdən başqa digər mübtəda və yaxud da ikinci dərəcəli üzvlər ola bilər. Bəs söz cümlə nədir? Söz cümlə isə bir sözdən ibarət olur və yaxud da söz birləşməsi də ola bilər, amma heç bir şəkildə cümlə üzvü olmur. Yəni üzvlənməyən, cümlə üzvlərinə ayrılmayan cümlələrə söz cümlə deyilir. İndi gəlin testlərə baxaq, testlə birlikdə daha yaxşı başa düşəcəksiniz. Deməli, birinci sualda deyir ki, söz cümlə nə ilə ifadə olunmuşdur? Səni də mi aparacaqlar? Deyəsən hə. İndi baxın, burada ikinci deyəsən hə söz cümlədir. Niyə söz cümlədir? Çünki burada heç bir cümlə üzvü yoxdur. Deyəsən modal sözdür, hə isə ədatdır. Baxın, biz bilirik ki, köməkçi nitq hissələri axı cümlə üzvü olmur. Ona görə də bu söz cümlə adlanır. Yəni daha çox modal sözlər, ədatlar söz cümlə ola bilər. İndi bizdən də soruşur ki, nə ilə ifadə olunmuşdur? Təbii ki, modal söz və ədatla B variantı olur. İkinci sualda söz cümlə nə ilə ifadə olunmuşdur? Eyni tip. Zənnimcə və bəli. Zənnimcə nədir? Modal söz. Bəli nədir? Ədat. Deməli, A variantı olur doğru cavabımız. 3. Adlıq cümlə haqqında səhv fikri müəyyən edin. Adlıq cümlələr insanın həyəcan və düşüncələrini yığcam və təsirli ifadə etmək üçün ən yaxşı vasitədir. Bəli, bunu düz deyir. Deməli, bunu çıxdıq. Adlıq cümlələrdə ikinci dərəcəli üzvlər iştirak edə bilər. Bəli, eləyə bilər. Bir dənə xəbər olmur adlıq cümlədə. Ona görə B variantında çıxdım. Adlıq cümlələrdə xəbər isimlə, ismi birləşmələrlə ifadə olunur. Aha, dedik axı adlıq cümlədə xəbər olmur. Başqa digər mübtəda, təyin, tamamlıq, zərflik olur. Yəni amma xəbər olmur bu cümlədə. Bu cümlənin özəlliyi də bundan ibarətdir. Ona görə elə doğru cavabımız, daha doğrusu səhv cavabımız C variantı olur ki, adlıq cümlələrdə xəbər olmur. Dördüncü sualda adlıq cümlə haqqında səhv fikri müəyyən edin. Yalnız baş üzvlərdən ibarət olur. Xeyr, bunu da qeyd elədim. Yəni xəbərdən başqa digər ikinci dərəcəli üzvlər də ola bilər. Yəni sadəcə baş üzvlərdən ibarət deyil. Baş üzvlərdən sadəcə mübtəda ola bilər. Xəbər qətiyyən olmur. Ona görə cavabımız elə A variantı olur. 5-ci sualda dialoqda söz cümləni müəyyən edin deyir. Gəl axşam görüşək, baxarıq. İndi baxın, burada baxarıq, yəni söz cümlə əsasən bir sözdən və yaxud da söz birləşməsindən ibarət olur da. Ona görə mən ikinciyə baxıram. Amma baxarıq burada yəni üzvlənir. Cümlə üzvü ola bilir. Ona görə A variantını çıxıram. Söz cümlə götürə bilmirəm. Yenə deyirəm, söz cümlə əsasən modal sözlərdir, ədatlardır, yəni nidalardır. Bunlarla ifadə olunur. Baxın, B-də evə. Ev isimdir, yəni cümlə üzvü ola bilir. B-ni çıxdıq. C-də məsələn, indi bəzən belə deyim də, burada əlbəttə modal sözü görüb, o saat götürürlər söz cümlə olaraq, amma bu söz cümlə deyil. Niyə? Çünki bunun yanında bir xəbər var. Cümlə üzvü var. Yəni bu söz cümlədə qətiyyən cümlə üzvü olmalı deyil. Yəni olmamalıdır cümlə üzvü. Sadəcə, yəni qeyd elədiyim kimi yenə təkrarən deyirəm, modal sözlər, ədatlar, nidalar bu şəkildə olur. Yəni burada gözləyirlər xəbərdə deyə mən onu götürə bilmərəm. D-də deyir bu gün başqa planım var, bilmirəm. Burada da cümlə üzvü olur, bilmirəm. Sən həyəcanlanmırsan ki, əsla. Deməli baxın, əsla hansı nitq hissəsidir? Ədatdır, bəli, xeyr, heç əsla. Bəli, deməli burada bunu söz cümlə götürə bilərəm. Cavabımız olur E variantı. 6-da hansı sözlər söz cümlə kimi işlənə bilməz? Baxın, işlənə bilməz deyir.
Birinə belə deyim də, baxın modal sözlər, nida dedik, ədat dedik, amma bunların hamısı söz cümlə şəklində işlənə bilmir. Yəni bir sualı biri sənə sual verəndə ona cavab vermə şəkli necədir? Buna uyğun götürürüz. Məsələn, xeyir deyə bilirsən, bəli, deyə bilirsən. Deməli işlədə bilirsən bunu. Eyni şəkildə B-də də var xeyir, ona görə çıxdıq. Baxın C-də də, çünki biri bizə bir sual verəndə, tutalım evə gedirsən, xeyir, qısa konkret xeyir deyə cavab verə bilirsən və bu xeyir də cümlə üzvü olmur, ədatdır. Ona görə C-ni də çıxdıq. D-də məsələn əsla var, bayaq da gördünüz özünüz, bundan əvvəlki sualda əsla deyə cavab verə bilirsən, amma birinə düzü, ümumiyyətlə, məgər tipli qısa konkret cavab verə bilmirik. Yəni söz cümlə kimi işlədə bilmirik bunu. Elə ona görə də cavabımız olur E variantı. 7-də hansı sözlər söz cümlə kimi işlənə bilməz? Eyni sual. Deməli yenə xeyir olanları çıxıram. Baxın, bəli olanları çıxıram. Hə olanları çıxıram. Cavabımız qalır C. Yadınızda saxlayın, ən çox təsdiq və inkar bildirən ədatlar söz cümlə ola bilər. Yəni hə, yox, bəli, xeyir, heç, əsla. Ona görə baxın, hər variantda xeyir, xeyir, hə, bəli bunları çıxdım, qaldı C variantı. Sonra 8-də adlıq cümlələri müəyyən edin deyir. Meşənin sərinliyi və bulağın şırıltısı ləzzət verirdi. Burada ləzzət vermək, yəni bunun xəbəri var. Ona görə də mən bunu adlıq cümlə kimi götürə bilmərəm. 2-də deyir Tərtər çayın sahilindəki gözəl, səfalı kəndimiz. Baxın, burada bir təsvir eləyir. Deməli, bunun xəbəri yoxdur. 2-ni götürdüm. Ölkəmizdə siyasi mühit bir qədər dəyişmişdi 60-cı illərdən sonra. İndi burada yəqin ki, çoxu burada sona baxır, deyir, hə, xəbər yoxdur yəqin ki. Amma burada çaşdırmaq üçün xəbəri əvvələ keçiriblər. İnversiya hadisəsi var burada, inversiya var. Yəni cümlədə cümlə üzvlərinin yerinin dəyişməsi. Yəni xəbər belə deyək də normalda sonda gəlir. Şagirdlər də sona baxır, görür xəbər yoxdur. Hə, adlıq cümlə götürə bilərik. Xeyr, burada xəbəri əvvələ gətiriblər. Yəni ona görə 3 adlıq cümlə deyil. İbrahim Xəlil xandan yadigar qalan enli və dərin xan arxı. Bəli, adlıq cümlədir. Cavabımız olur 2 və 4. 9. Adlıq cümlələri müəyyən edin. Məncə təbiidir. Xeyr, burada təbiidir, yəni xəbərdir. Rəssamın son rəsmləri, sərginin uğurları, bəli, adlıq cümlədir. Anamın nəsihətləri, ən sevimli övlad, bu da adlıq cümlədir. Axı, həqiqətən sən ağıllısan, baxın, ağıllısan burada xəbərdir. Ona görə adlıq cümlə götürə bilmirik. Doğru cavabımız C variantı olur. 10. Cümlə üzvü olmur, lakin yerinə görə bitmiş fikir ifadə edə bilir. Yəni bizdən söz cümlə ola biləcək sözləri soruşur. Aha, gəlin baxaq. Afərin ola bilər. Bəli, birinə afərin şəklində bir sözdən ibarət cümlə deyə bilirik. İndi buradakı xeyiri görüb götürənlər diqqətinizə, nəzərinizə çatdırım ki, bu xeyir yox mənasında deyil. Bu xeyir şərin əksi xeyirdir. Yəni xeyir ilə də yazıla bilər. Baxın, ilə də yazıla bilər, isiz də yazıla bilər. Deməli bu tip olduğu zaman ilə olanda götürmürük. Çünki burada əsas nitq hissəsi olur. Dediyim kimi şərin əksi xeyir. Ona görə 3-ü çıxırıq. Burada isiz olsa götürərdiniz. Amma məsələn 4-ü götürürəm. Bir də ki, əlbəttə biri bir sual verəndə, danışanda onu əlbəttə deyə cavab verə bilirik bir sözdən ibarət. Deməli 1, 4, 6 olur doğru cavabımız. Lazımdır götürmürük, çünki xəbər orada onsuzdur şəkilçisi var, xəbər ola bilir. 11. İkinci dərəcəli üzvün də iştirak etdiyi adlıq cümləni müəyyən edin. Aha. Xocalı faciəsi xalqımızın qan yaddaşıdır. Adlıq cümlə deyil bu. Baxın, A-nı çıxıram adlıq deyil. C-ni çıxıram adlıq cümlə deyil. Qalanları adlıq cümlədir. Gəlin indi baxaq. Bulaq başında məclis, bol süfrə, şən zarafatlar. Aha, baxın. Məclis harada? Bulaq başında. Zərflik. Süfrə necə? Bol, təyin. Zarafatlar necə? Şən. Görürsüz, təyin və zərflik iştirak edir bu cümlələrdə və xəbəriniz yoxdur. Bu tip cümləni adlıq cümləyə götürə bilərik. Cavabımız olur B variantı.
12. Adlıq cümlə haqqında doğru fikri müəyyən edin. Əşya və ya hadisənin adını çəkməklə onun haqqında məlumat verilir, lakin həmin əşya və hadisə ilə bağlı hökm verilmir. Bəli, hökm deyəndə, yəni xəbəri nəzərdə tutur. Elə ona görə də doğru cavabımız A variantı olacaq. İstəyirsiniz digərlərinə də baxaq. İsmi birləşmələr şəklində olur. Bəzən xəbəri şəkilçisi qəbul edir. Xəbəri şəkilçisi qəbul edən bir söz varsa, o xəbər olur cümlədə. Deməli, B səhvdir. Mübtədası olmur, təsəvvür edilmir. Xeyr, mübtəda rahatlıqla olur. İş, hərəkət eyni zamanda hamıya aid olur. Hərəkət yox. Yalnız ismi xəbərdən ibarət olur. Xəbər olmur adlıq cümlədə. Cavabımız elə oldu. A variantı. 13-də adlıq cümlə haqqında yanlış fikri müəyyən edin. Xəbəri şəkilçisindən istifadə olunmur. Düz deyir, çünki yenə deyirəm, xəbəri şəkilçisi varsa bir cümlədə, bir sözdə, o cümlədə xəbər olmalıdır. Deməli, bu düzdür. Bir sözdən ibarət olur, üzvlənmir. Bu söz cümlədir. Bu adlıq cümlə deyil. Deməli, səhv cavabımız olur B variantı. 14. Hansı suala söz cümlə ilə cavab vermək mümkün deyil? Böyüdükcə məsuliyyətinin də hər tərəfli artması səni narahat edirmi? Bəli. Düz cavab verdim. İstirahət etmək üçün vaxt ayırırsan? Bəli. İş həyatında uğur qazanmaq istəyirsən? Bəli. Görürsüz, cavab verə bilirəm söz cümlə ilə, bir cümlə ilə, bir sözlə cavab verirəm. Tarixi şəxsiyyətlərimizdən kimləri tanıyırsan? Aha, indi bizdən kimləri soruşursa, mən bura bəli, xeyr deyə bilmərəm. Mən bura konkret ad çəkməliyəm ki, hə, kimləri tanıyıram. Deməli, buna cavab vermək olmur. Cavabımız olur D variantı. Dinlədiyim musiqidən zövq aldınmı? Bəli. Gördünüz, buna da cavab verə bildim. Qısa konkret hə, yox, bəli, xeyr deyəcəksiniz. Deyə bilirsinizsə, deməli cavab vermək mümkündür söz cümlə ilə. 15. Sən bu kitabın müəllifinin kim olduğunu bilirsən? Sualına verilə biləcək hansı cavab söz cümlədir? Aha, yenə deyirsən bu kitabın müəllifinin kim olduğunu bilirsən? Bəli. Bir də məsələn yox, burada yox var. Yanında amma bilmirəm də var da. Yəni burada bilmirəm xəbər olur. Götürə bilmərsiniz. Cümlə üzvü varsa götürə bilmərsiniz. Ona görə 5-i silin. Yəni burada yoxun, bəlinin, hənin yanında bir dənə cümlə üzvü varsa götürməyin onları. Sadəcə köməkçi nitq hissələrindən ibarət olmalıdır. Başqa heç nə. Bir də, yəni üzvlənməyən, ola bilər bəlkə orada xitab da olsun, yəni cümlə üzvü olmur axı xitabda. Yəni burada olmamalıdır cümlə üzvü. Bir də sözsüz. Kim olduğunu bilirsən, sözsüz. Deməli 2-4-ü götürürəm. Baxın, burada da əlbəttənin yanında bilmirəm var deyə götürmürəm, bilmirəm. Yəni bunları götürmürük. 16. Hansı sual cümləsinə söz cümlə ilə cavab vermək mümkün deyil? Aha, kinoya gedəcəyik. Bəli. Gələcək gün romanını oxuyacaqsan? Bəli. Nə vaxt qayıdacaqsan? Konkret vaxt soruşur. Sabah, nə bilim, 2 gün sonra, saat 5-də. Görürsüz, buna cavab lazımdır. Deməli, söz cümlə ilə cavab verə bilmirsiniz. Xəstələnmisən? Xeyr. Yorulmusan? Xeyr. Görürsüz, cavab verdim buna. Bir adlıq cümlədir deyir. Göylərə baş vuran qız qalası. Elə budur da, yəni xəbəri yoxdur. Baxın, burada var xəbər, burada var, burada var, burada da var. Cavabımız olur A variantı.